bugün qalxanvari vəzin kistləri olsun, düyünləri olsun, bunların müalicəsində gücümüz nəyə çatır? Qalxanvari vəzin düyünlərində artıq müalicə taktikası tam dəyişilib. Əvvəl müalicə taktikası tam fərqli idisə, indi artıq izləməyə daha çox önəm verilir. Yəni artıq əməliyyatlardan qaçmağa çalışır. Yəni hər xəstəni əməliyyat etmiş, amma əvvəlki məsələn 15-20 il əvvəlki təbabətdə isə müəyyən bir düyünlər təhlükəli sayıldığı üçün həmən xəstələri yönləndirirlər cərrahiyə. Artıq amma bizim əlimizdə olan müayinə üsulları, ultrasəs müayinəsi, elastoqrafiyadır. Elastoqrafiyanın artıq tipləri var. Yəni kompression elastoqrafiya var, şeyviv, dalğa, zərbə dalğa, belə deyək, dalğa elastoqrafiyası var ki, artıq o müayinə üsulları bizə düyünün sərtliyi haqqında yetərcə məlumat verir və bəzi hallarda biz o düyünləri biopsiya da etmirik. Çünki sərt düyünlərdən biopsiya etmək lazımdır. Yəni o müayinə üsullarına tətbiqindən sonra artıq bizim biopsiya sayımızda da azalma var. Məsələn, əvvəl ultrasəs müayinəsindəki hər hansı bir göstəriciyə uyğun olaraq biz biopsiya edirdik ki, artıq elastoqrafiya bizim köməyimizə çatıb. Elastoqrafiya nəticəsində müəyyən edir ki, məsələn, bu düyün sərt deyil, ehtiyac yoxdur buna biopsiya. Və yaxud elastoqrafiya bizi nə təyin etməyə imkan verir? Yəni düyünün sərt hissəsindən götürək biopsiya. Bu da bizim biopsiyanın nöqtə atışı, yəni hədəf nöqtəsi seçilir və hədəf nöqtəsindən biopsiya götürülür. Ki bu düyündə problem varsa belə bu hissəsində ola bilər. Və bu da bizim informasiyanın, yəni biopsiyanın nəticəsinin həssaslığını yüksəldir. Yəni bu daha doğru, belə sübuta dayanıqlı bir təbabətdir və müalicə üsulları da fərqlidir. Əvvəl, məsələn, kistalarda əvvəl daha çox həcminə görə göndərirlər ki, əməliyyat olunsun. Artıq əməliyyata ehtiyac yoxdur. Kistalarda bizim yanaşmamız, tək bizim yoxdur. Yəni bütün dünyada artıq qəbul olunmuş skleroterapiya var ki, skleroterapiya nəticələri çox yaxşıdır. Yəni bəzi hallarda olur ki, mən öz xəstələrimə də deyirəm ki, məsələn 5 sm bir düyündür, 4 sm və yaxud 6 sm düyündür, hansı xəstənin boğulma, sıxılma əlamətlərindən bizə müraciət edir və buna kist olduğunu təsdiqlədikdən sonra müayinə edib və müayini çəkdikdən sonra biz ora etanol spirti yerdiririk və oradan xüsusi etaplı skleroterapiya deyən bir müalicə üsulumuz var, onu tətbiq edirik. Və burada da məqsəd odur ki, düyünün həzmini azaldaq və yenidən əmələ gəlməsin və xəstə əməliyyatdan azad olsun. Doğru dildə desə dondurursunuz. Dondururuq, bəli. Yəni bu çox yaxşı nəticələr verir. Yəni bəzi hallarda olur ki, xəstə bir etap yox, ikinci etapa da ehtiyacı olur. Yəni yenə də deyirik ki, biz həkimlə xəstə münasibəti qurduqdan sonra ki, xəstəyə tam anlatılır, xəstə də normal qarşılayır. Yəni bizim məqsədimiz də odur ki, sənin qalxanvari vəznini saxlayaq. Yəni bu çünki orqanizmin dirijorudur bütün endokrin vəzləri. Biz istəmirik ki, sənin qalxanvari vəzi xaric etdikdən sonra dərmanın asılı bir vəziyyətə düşəsən. Yəni bu göstərişlər var ki, hansı göstərişlər əsasında əməliyyat olunur. Və əməliyyat etdiyimiz xəstələr bəs hansıdır? Bəzən görsən bizə də müraciət edir ki, doktor, bəs bu qədər xəstələri deyirsən, əməliyyat etmirsən, amma sən özün də hər gün əməliyyat edirsən. Bəli, bizim əməliyyat etdiyimiz xəstə ciddi xəstəliklərdir. Məsələn, bu gün mən bir əməliyyat etmişəm. Xəstə bir həftə öncə bizə zəng etmişdi ki, bəs daha doğrusu xəstənin qız övladıdır ki, bəs anam boğulur, artıq yata bilmir, 2-3 gündür mən gecə evə təcili yardım çağırırıq və xəstə bir həftə öncə gəldi bizim müayinəmizə. Müayinədə biz müəyyən etdik ki, bunun boğazında 6 sm ölçüdə və nəfəs borusunda kompressiyadan bir törəmə var. Və törəməni biopsiya etdik, biopsiya nəticəsi də xoş gəldiyi üçün artıq əməliyyat qərarı verildi və bugün əməliyyat etdik. Yəni əməliyyat da çox uğurla nəticələndi. Yəni biz bəli, bu kimi xəstəliklərin əməliyyata götürürük. Bir. Sonra, məsələn, biopsiya edirik, şübhəli düyün varsa. Şübhəli düyünlə isə, görürük ki, bunun bədxasəli ehtimalı yüksəkdirsə, o xəstələri əməliyyat edirik. Və yaxud qalxanvari vəzin zəhərli zob xəstəlikləri var ki, hansı ki, onlar endokrinoloq tərəfindən müalicələr aparılır. Bəzi hallarda aparılan müalicəyə effekt vermir və yaxud dərmanın əlavə təsirləri üzrə çıxır. Yəni qaraciyər, çünki bu verilən tirostatik dərmanların əlavə təsirləri çoxdur və o zaman xəstə endokrinoloq tərəfindən bizə yönləndirilir ki, doktor artıq cərrahi əməliyyat olunmalıdır. Və bir də Hashimoto xəstələri. Məsələn, Hashimoto xəstələrinin diffuz düyünlü formaları var. Həqiqətən böyük bir həcmdə olur ölçüləri və xəstəni də boğur, sıxır, bu kimi əlamətlər varsa və o zaman o xəstəni əməliyyat edirik. Yəni bizim də cərrahi əməliyyat edəcəyimiz üçün xüsusi göstərişlər olmalıdır. Və yaxud hal-hazırda isə bizim dünyada bu endokrin cərrahiyyədə artıq yeni bir yöntəm üzə çıxıb. Buna deyilir, mini-invaziv üsullardan biri lazer ablasiya və mikrodalğa ablasiya. Yəni bütün dünyada bu müalicə üsulları geniş fürsət alır və Azərbaycanda da biz çox tətbiq edirik. Bunun da nəticələri çox ürəkaçandır, çox rahat bir, xəstə də tolera olur. Nə mənada? Çünki prosedur həyat keyfiyyəti. Xəstənin
prosedur Əməliyyatın olur. psixoloji travması, fiziki travması. Kəsiyi olmur, narkoz almır xəstə. Xəstənin danışa-danışa əməliyyat icra olunur və xəstə stasionarda qalmır 2 saat sonra evə çıxır gedir. Yəni bu üstün cəhəti budur. Düzdür. Burada düyünün həcminin şişirilməsi müəyyən bir zaman tələb edir.